Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 9 otaqlı 6 sot torpaq sahəsində yeni şəxsi tikili evimiz Masazırın girişində marşruta 100 metr məsafədə yeni satışa çıxarıldı. Paket kupsalıdır, torpağın da evində kupsası var, ev təmirlidir, kombi radiator var. İnşallah qoşa kubiklə inşa olunubdur. 11-12 daş kürsülüdür. Torpaq sahəsi 6 sotdur. Torpağın da evində kupsası var. Evin arxa sahəsində deməli torpaq sahəsi də var orada. Ev ümumən 9 otaqlı, 220 kvadratdır, 6 sot torpaq sahəsidir. Qiymət də təcil olaraq satışa çıxarılıb. Evin qarşı tərəfində meyvə ağaclardır. Belə bir gözəl bağı bağçası var. İndi qışdır deyən, inşallah yaşıllıq tam düşməyib, ağaclar tam görsənməyə bilər. Tam yolun qırağında həm də podobyektdir. Düşməyin. 6 sotdur əzizləyicilər. 6 sotdur. Evin də arxa hissəsində yeri var. 9 otaqlı, 220-230 kvadratdır əzizləyicilər. Evin üz görünüşünü bir dənə fasadı əl gəzdirməyə lazımdır. 11-12 daş kürsülüdür, 2 mərtəbədir. Deməli, əzizləyicilər, qalxaq, deməli, birinci mərtəbəni göstərmişsə, burada birinci mərtəbəni, deməli, girən kimi burada bir otağı var, bir otaq, ikinci böyük otağı, birinci mərtəbənin, ikinci böyük otağı, şəxsi evdir, divarlar, deməli, tavan hamısı bütün ev taxtadan yığılıbdır, əzizləyicilər. Hər mərtəbədə hamam, üzü üstə hamam tualeti var. Bu koridorsuz, yəni buranı da hesablasaz, buranı qonu, məsəl 4 otaq alınır birinci mərtəbədə, buranı da istifadə eləmək istəsəz. Hamam otağı da buradadır. Çoxdan, yəni burada yaşayış yoxdur. Xırda biraz, burada da hamam otağı birinci mərtəbənindir. İstilik sistemi də kombidir. İkinci mərtəbədə radiatorlar quraşdırılıb, birinci mərtəbədə quraşdırılmayıb. Bu birinci mərtəbənin 3 otağını mən sizə təqdim elədim. Burada mətbəxtidir. Hər mərtəbədə mətbəxti, kuxnası var, hamamı var, tualeti var və 3 otaqdır. Qonaq otaq və 2 dənə inşallah deməli yataq otağıdır. Evin arxa hissəsinə buradan bağlanıbdır. 2 dənə də otaq bu hissədədir. İnşallah istəsəz aça bilərsiniz, oranı da göstərəcəm. Qiymət də çox münasib bir qiymətdir. Evin arxa hissəsinə də torpaq sahəsi var və 2 otağı əgər kirayə vermək istəsəz 2 ədəd bir otaqlı evlər ayrı-ayrı bölgə olunubdur. Bu da evin arxasındakı torpaq sahəsidir. Torpaq sahəsidir evin arxasındakı. Ev ümumən 6 sotdadır. Bir otaq evin arxasında buradadır. Buranı da istəsəz kirayə verə bilərsiniz. İnşallah böyük otaqlardır. Bax, buradan bağlanıbdır. Qapı yeri var. Gördüyünüz kimi aça bilərsiniz. Onda 9 otaq olacaq. Və bu kirayə verdiyiniz, yəni buranı kirayə vermək istəsəz, burada 2 dənə bir otaqlı evimiz var. Gözü də deməli sef qapıları ayrı-ayrı otaqların. Bir otaq burada, bir otaq burada. Çıxışı da bura olacaq. Kirayə yəni sizə bir qatışacağı olmayacaq. Burada da bir otaq var. Qoşa kubikdir ev. Evin ara kəsmələri də qoşadır. Ümumən bunlarla hesablasaq 9 otaqdır əzizləyicilər. Qalxaq ikinci mərtəbəni də sizə təqdim edeyim. Deməli, ikinci mərtəbənin terasındayıq. Burada da istəsəz buranı qoruyucu məhəccərlər düzəldib. İnşallah burada istifadə edə bilərsiniz. İkinci mərtəbəyə daxil olan kimi girişdə radiatorlarda hamısı quraşdırılıbdır. Bu giriş hissədir. Gördüyünüz kimi giriş hissədir. Girən kimi sağda hamam tualeti ayrı-ayrıdır. Aksesuarlar hamısı şəxsi evdir. Şəxsi özü üçün tikilmiş evdir. Qiymət çox münasib bir qiymətdir. Endirimdədir. Evin qiymətini 30.000 qiymət salınıbdır. 220.000 manatdan endirilib 190.000 manata. 190.000 manata. Dollar yox, manatlandır. Burada böyük qonaq otağı. Bu mərtəbədə də 4 otaqdır. Mətbəxlə 5 otaqdır. Burada mətbəxdir. Geniş mətbəxti var. Bütün tavan hissəsi hamısı aptuşka taxtalarla, kesmə taxtalarla qəşəng yığılıbdır. Burada mətbəxtidir. Belə bir geniş mətbəxti var. Radiatorlar da hamısı quraşdırılıbdır. Gözəl. Geniş evdir. 220-230 kvadratdır ev. Bu böyük qonaq otağımızdır. Sağda belə böyük, geniş
Yataq otaqları var. Gördüyünüz kimi. Birinci yataq otağı, ikinci mərtəbənin ikinci yataq otağı və üçüncü yataq otağı. Üçüncü yataq otağı, ikinci mərtəbənin üçüncü yataq otağı. Qonaq otağından bir yerdə 4 otaqdır, mətbəxlə bir yerdə 5 otaqdır. Əziz izləyicilər, xahiş olunur kanala abunə olub bəyənib paylaşmağı unutmayasınız. Təcili endirimə düşüb 30 min endirildi. Təcili satılır deyə 230 mindən endirildi. İnşallah 220 mindən endirildi. 190 min manata. Hazırda bu evin qiyməti bazar dəyəri bir 230-250 mindir. 190 minə satışa çıxarılıb. Real alıcı ilə də inşallah endirim olacaq. Məsləhətləşib Allahın izni ilə real alıcıya. Nömrəmiz WhatsApp sənki eyni nömrədir. 050 473 45 09. Satışda başqa evlərimiz də var. Əzizləyicilər, 6 sotda 9 otaqlı ev Masazırın tam girişində marşrutu 50-60 metr məsafədə. Tam girişində Masazır dairəsinə, Cantəpəyə, çox yerə yaxındır. Masazırın çox gözəl yeridir, asfaltın kənarıdır. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun. Satlası əmlak varsa müraciət edə bilərsiniz. İzlədiyiniz üçün sağ olun.